Bir özəl media layihəsi olan Özəl efirdədir və çox yaxşı tanıdığınız hit bir mahnı ilə Bir Zamanlar mahnısı ilə başladıq bu axşamki proqramımıza və bilmirəm bu bir təsadüfdür, nədir? Bu mahnı xüsusilə bugün özünü doğruldur. Bugün aprelin 1-idir, yeni ayımız, yeni günümüz uğurlu olsun. Bu bir zarafat deyil, bu gerçəkdir. Bugün bizim əziz qonağımız, dəyərli qonağımız, mega istedadlı bir insan Pərviz Bülbülənin ad günüdür. Gəlin hamımız onu alqışlayaq. Teşekkür ederim, çok sağ olun, var olun. Ben herkese çok sağ olun, herkese teşekkürümü bildirirəm. Kazım sağ ol, sen de bu özel verilişte böyle özel xüsusi hazırlamışsan. Çok sağ olun, ben bu değere göre, bu saygıya göre her birinize teşekkür ederim. Bütün personala, bütün zəhmət çəkənlərin hər birinə. Pərvanə xanım, xoş gördük sizi de. Sizin de zəhmətiniz böyüdür. Gəlirik birazdan yanınıza söhbət eləməyə. Tələsməyin, gəlirik. Dediyim kimi, insanın ad günü olanda o söz var ha, mahnıda deyildiyi söz ki, kaş o günlər əlimə bir də düşəydi. Xüsusilə bu ad günündə bax, bu söz xüsusilə özünü doğruldur. Amma bu həyatın qanunudur. Yaşın üstünə yaş gəlir. Əsas odur ki, yaşadığımız ömrü firavan, sağlam canla qeyd edək. Amin. Ad günü tortsuz olmaz, şirnisiz olmaz deyə gəlin Pərviz Bülbülənin də ad günü tortunu kəsək, şamlarını söndürməyin, ehtiyatdan gətirin Pərviz bu kiçik tortunuzu ürəyində arzu tutaraq. Sağ ol. Adətən sənə ümid olan şamsız qalırdı, amma bugün özü doğruldu. Ay sağ ol, görürsən. Təbriklər! Alqışlayın Pərvizi. Dəydi bir mindi iki şərti qoyardı. Olmasa Pərviz ad günün mübarək olsun əzim. Yeni yaşın, yeni uğurlar, yeni sənət nailiyyətləri və əlbəttə ki sağlam can qazandırsın sənə. Ad günün mübarək. Əyləş, başlayaq. Bəli, biz bugün özəl bir proqramı təqdim edirik. Yeni ayımızı qeyd edirik, yeni günümüzü qeyd edirik. Aprelin 1-i gülüş günü kimi qeyd olunur, amma bu bir zarafat deyil, bu bir gerçəkdir ki, Pərviz Bülbülənin bugün ad günüdür və biz tək deyilik studiyada. Bizim yenə də çox istedadlı bir qonağımız var. Axşamınız xeyir olsun, özəl başladı. Bəli, bir daha axşamınız xeyir olsun, özəl başladı və çox yaxşı başladı özdə. Pərvanə, bugün yenə bir qonağımız, çox istedadlı xanım. Pərvanə, xoş gəlmişsən əzim. Xoş gördük, şad oldum. Necəsiniz? Yaxşıyam, siz necəsiniz? necəsiniz? Təbrik etmək istəyirsiniz duet ortağınızı. Təbrik edirəm, 18 yaş oldu. 18 Tekrar ama. Çok sağ ol Pərvanə, var olun. Təbrik edirəm. Bugün sizin üçün çox maraqlı sujetlər hazırlamışam, çox maraqlı deməli rubrikalar hazırlamışam. Günün tələbi nədirsə, yəni ona uyğun olaraq. Ad günümü nəzərə almışsınız. Hər şeyi nəzərə almışıq. Ad günü nəzərə aldıq, tortumuzu indi verilişdən sonra da ki, inşallah dadıb, kəsib, dadına baxacağıq. Amma öncə biz bugün sosial şəbəkələrdə yəqin sizin də qabağınıza çıxır bu süni intellekt mövzusu. İnsanları dəyişir, yəni texnika o qədər inkişaf edib ki, biz səni də dəyişdik Pərviz. Necə dəyişdik? Yəni elə bir təsəvvür elə ki, sən 1920-ci ildən bugünə kimi gələn bir yol, müxtəlif illərdə olsaydın necə görünərdin? Diqqət ekranlara baxaq. Xasiyyətini də dəyişmişsiniz yoxsa? Yox, yalnız görüntüdür. Yəni yalnız görüntüdür. Diqqət ekranlara baxaq. Çox qısa, müxtəlif illərdə Pərviz Bülbülə. Sən neyniyək? Neyniyək? Antonio 2020-ni saxlayaq. Qalanlarını silək. Sən dəqiq bunu o illərdən götürmüsən. O illərdən. Yəni süni intellekt belə gördü sən. Məli biləm, indi biz belə olmuşuq. Əvvəldən belə izləndimə gəlirik. Görürsənmi? Amma süni intellekti də yenə də maraqlıydı. 2020-də qaldın, hə? Vallahi həqiqətən yox. Oradan indi biraz saçı uzun görəndə deyirik, nə bilim, müasirdir, yeni stildir. Yox, əksinə köhnə də bilər deyə indi təzədən moda düşürsən. 2020-yə Allah xeyir versin. 2020 yaşlı. Pərvanə üçün də bir deməli hazırlamışıq. Pərvanə də təsəvvür elə ki, sən də 1930-cu illərdəsən, elə o illərdəsən və o illərdə necə görünərdin? Yəni o illərdə əgər sən dünyaya gəlsəydin və çox imkanlı bir ailənin övladı olsaydın, necə görünərdin? Diqqət ekranlara. Faytonda zətdə gəlir. Hə, Pərvanə. Necəsən? Yaxşı. 30-cu illərdə. Mahnı yox. Pərviz, nə oldu? Oldu dəqiq. Növbəti şəklimizə baxaq. Odur. Yaxşıdır. Odur. Hə, növbəti şəklimizə baxaq. Ümumiyyətlə özünü oxşadırsan, Pərvanə? Hə. Növbəti şəklimizə baxaq. Yox, burada oxşatmadım. Burada oxşatmadın? Yox. Əksinə bir daha burada oxşayırsan, abuşlarda oxşayırsan. Növbəti şəklimizə baxaq.
Burada biraz kövrəlmisən. Növbət varmı? Həmişə kimi. Bu qədər. Pərvanə bəyəndin mi şəkillərini? Bəyəndim, 30-cu Pərvizin illərdə? şəkli niyə çox Olmaq uydu? istəyərdin o illərdə ümumiyyətlə? Yox. İstəmək bu halın. Sən Hə. heç biriniz yəni deyirsiniz ki, elə bu illər o yaxşı. Deyir dava qırğını başqa şeydir. Bunu deyir Pərvizin şəkli niyə Pərvizin çox şəkli çox idi. Bu verilişin axırında deyəcək Pərviz niyə başladı veriliş Var oxudu, hələ. niyə çox oxudu? Sizin Axırı qırğın fotosessiyanız olub bərabər. Fotosessiya eləmisiniz bərabər. Biz sizə fotosessiya da eləmişik hətta. Birazdan. O da olacaq. O da olacaq. Hələlik Pərvanə oxusun. Bu sən bizdən xəbərsiz hamısını düzüb qoşmusan. Hamısını. O direkt qız evində toydu, oğlan Oğlan evində. evin xəbəri yoxdur. Hələ çox şey eləyə bilərdik. Yaxşı, yaxşı. Sadəcə Pərvanədə bir mahnı eşidək. Eşidək. Buyur, Eşidək. səhnə sənindir əzizim. Yanılmıramsa bəstəsi Deniz Seki də oxuyub bu mahnını, İbrahim Tatlıses də oxuyub bu mahnını, Ebru Gündeş də eşitməmişəm, yalan deyərəm, amma İbrahim Tatlıses də çox sevirəm. Kop gəl günahlarından və kim bu gözlərindəki yabancı, amma mən sənə arzulayıram, sən öz repertuarını qurasan, öz repertuarını yaradasan. Boyunbağı diqqətimi çəkdi, yəni məsəl üçün adın ola bilərdi və ya hansısa bir doğma insanın, amma 777. Yəni təbii ki, bunun biz bilirik, yəni numerologiyada bunun mənasını, amma inancın var da sənin deməli belə məqamlara ki. Adım da olub, baş hərfi də olub, bürcüm də olub. Onlar heç biri düşməyib mənə. Amma bunu bir aydır istifadə edirəm. Pərviz Bülbülə ilə səhnə alırsan, uğur gətirib sənə. Yox, Pərvizdən sonra tapmışam bunu. Pərviz heç də uğur böcəyidir də o. Uğur böcəyi. Hər halda fərq eləmir. Əsas odur ki, yəni bu yaraşsın sənə. 777 var insanlar, yəni numerologiyaya inananlar. Demək ki, Pərvanə Çox də inanıram bizim mən. bu axşam qonağımız da o insanlardandır, yəni inancı olan insanlardandır. Təşəkkür edirəm. Uğur gətirsin sənə. Təşəkkür edirəm. Çox sağ olun. Ayşə, necəsiz? Yaxşısınızmı? Təşəkkür edirəm. Vaqif Mustafazadə Uşaq İncəsənət Məktəbinin Ayşə rəqs qrupu. Təşəkkür edirəm. Özünüzü alqışlayın. Biz qısa reklam fasiləsinə ayrılırıq. Reklamlardan sonra özəl davam edəcək. Kanalı dəyişməyin. Özəl. Davam edirik, hörmətli tamaşaçılarımız, reklamlardan sonra bu axşam ad gününü qeyd edən Pərviz Bülbülə bizimlədir. Doğum gününün son saatlarını bizimlə keçirdir. Pərviz, bir daha ad günün mübarək Çox olsun. sağ olun Kazım. Əzizim, Təşəkkür edirəm. Sizin də göstərdiyiniz o sayğıya görə diqqətə görə. Yenə də sənət uğurları, bol sənət uğurları qazandırsın. Yaxşı mahnılar, yeni işlər və Pərvanə, çox istedadlı Pərvanə, sən də xoş gəldin. Çox sağ olun. Özünü doğum günündə necə hiss edirsən? Bax, məsəl üçün, Allah ona qəni-qəni rəhmət eləsin. Rəhimli hər ad gündə telefonunu söndürər. Xoşlamır da insan öz ad gününü qeyd edir. Elə insan var ki, əksinə istəyir, hamı onu zəng eləsin, təbrik eləsin. Sən öz ad gündə özünü necə hiss edirsən? Biraz kövrək məqamlar olur, yoxsa? Bu sözsüz olur. Əslində mən bu günləri o 40 yaşı tamam eləyirik. Yəni 85 təvəllüdəm. Yaşlıdır da bizdən. Amma deyirlər ki, insan 40 yaşında yenidən doğulur. Hə, ikinci Belə bir nəfəs. söz var. Hələ bir kvadrat yaşamışam. Yarım əsr yox. Hətta bir kvadrat olub. Mənə elə gəlir, bu yaşa qədər müəyyən nə səhvlər olub, istər sənətdə, istər həyatda, yəni səhvsiz adam yoxdur. O minus deyərlər ona. Mən istəyirəm həmişə o minusların üstündən xətt çəkim, olur plus. Əslində səhv eləmək deyil, mənim fikrimcə səhvi düzəldməmək səhvdir. Hə. Ona görə çalışarıq bu gündən sonra 40 yaşından sonra müəyyən olur da insan cavan vaxtı nədənsə bizim səhvimiz bilirsiniz nədədir Kazım? Düz istifadə eləyə bilmirik biz. Nə insanlardan, nə mal-mülkdən, nə Bəzən puldan. istedadımızdan da belə. Ümumiyyətlə mən hər şeydən deyirəm ki, biz Allah bizə elə bir necə yol açsın ki, biz bir-birimizdən yaxşı istifadə eləyə bilək. Gözəl qaydada istifadə eləyə bilək. Yəni pis yox. Yəqin ki, bundan sonra elə olar. Mübarəkdir yeni yaş. Var İstəyirəm ki, indi duetlərdən danışaq biraz. Pərviz Bülbülənin yaradıcılığında solo mahnılar əlbəttə ki, öz yerində, onlar da ayrı-ayrılıqda hitə çevrilir, amma duetləri də bir başqa, yəni sevilir. Amma sənin duet istiqamətin biraz fərqlidir. Məsəl üçün, elə ifaçılar var ki, o duet ortağı ilə işbirliyini bitirir və növbəti bir ifaçı ilə fəaliyyətə başlayır. Amma səndə elə deyil. Səndə Türkan Vəlizadə ilə də işbirliyi davam edir, Pərvanə ilə davam edir. Bu qəribə bir yoldur, fərqli bir yoldur. Əslində bu qəribə yol deyil, əsl yoldur. Ən düzgün olan yol budur. Yəni bu deməkdir ki, Pərvanə xanım da, Türkan xanım da mənim iş yoldaşımdır. Yəni bu xanımlarla öz işimi görürəm. O ki qaldı burada o qısqanclıq, egoistlik məsələsinə. Elə bir şey olub. Məsəl üçün bayaq efir başlayanda mən mahnı oxudum bir zamanlar. Musiqili meyxana oxudum. Gördünüzmü o
rəqqaslar papaqda gəldilər, qara köynəkdə, qara şalvarda gəldilər, o obrazı canlandırdılar. Sonra məndən sonra Pərvanə xanım oxudu. Həmən adamlar başqa geyimdə səhnəyə çıxdılar. Demək bu o deməkdir ki, mən də öz işimdə hər rəngin öz adam var. Necə gələrsən, oturarıq bir restoranda, biz məcbur deyilik hamımız eyni şeydən qidalanmağa. Sən aş istəyərsən, mən kebab istəyərəm, xanım salat istəyər. Bu musiqi də, söz də, bunlar hamısı Allah Aydın Xırdalanıya rəhmət eləsin. Bizim o meyxana ustadımız o vaxtda Degəlsində bir onun ev tapşırığı var idi. Deyir, o səbəbdən deyir, xoş avaz eşidərkən insan bilir öz ruhuna ruhani qida musiqini, Tanrı vermiş bəşərə zövqü səfa musiqini. Yəni musiqi söz bu günləri qidadır mənim üçün. Mənəvi qida. Qida, insan ondan qida. Adi görsə adi bir musiqi eşidirsən, o türklər demiş, adam deyir o türkləri dikan olur, nə olur, biz olur. O nə təsir qoyur ki səndə, istər musiqi olsun, istər söz olsun. Çalışaram bu gündən sonra işləyirəm, 40 yaşım olur da, bundan sonra heç kimi qınamaram, kim pis mahnı oxuyur, kim pis şeir deyir, xeyr. Heç kəs nə pis mahnı oxuyur, nə pis şeir deyir. Hərənin öz qabı var, hərənin öz adamı var. Bu günləri handa bir biznesmen adam, restoran işlədən adam gedib o yol qırağında kafe işlədən ələ sala bilməz. O da çörəyini oradan qazanır. O pomidor yumurta verir, sən steak verirsən özün bilərsən. Sən o qədər məntiqlə cavab verdin ki, o qədər düzgün gəldin, o izah edə-edə gəldin, kulminasiyaya çatdın ki, Bəli, elə düşünürəm də, yəni olmaz da, yəni kimisə qınamaq olmaz, kimisə bayağı edir. Elə bir şey yoxdur da, yəni. Bax Kazım, mən bir şey deyim. Fikir verirsiniz bu dəqiqə efirdə də verilişlər arasında görürsünüz nə yaranıb. Hansısa veriliş çalışır başqa təbəqə müğənniləri dəvət eləsin. Hansısa veriliş çalışır başqa təbəqə müğənniləri dəvət eləsin. Amma bu verilişlər ikisi bitəndə də o verilişlərin aparıcıları bir yerdə oturub dururlar, bir-birindən dostlar. Başa düşürsünüz nə istəyirəm. Mən bu günləri mənim hansısa mahnımı bəyənməyən olsa, mən əksinə o adamı sevirəm. Məni bəyənən onsuz da bəyəndim mahnını. Əsas o bəyənməyən var. Onun üstünə gedirəm ki, neynim sənin üçün təzə bir şey eləyim. Duetlər də belədir. Pərvanə xanımla oxuduğum duetin də məsəl üçün öz auditoriyası var. Kommentinə baxırsan öz sevənləri var. Mən bir dənə ki, çox danışmıram, başınızı ağrıdıram, amma fikrimi deməliyəm. Buyur əzizim. O deyirlər, məsəl üçün sən Türkanla oxuyanda ancaq alınır, heç kəslə oxumam. İndi yaxınlaşsaq biz Pərvanənin hansısa bir qohumuna, yaxınına, qonşusuna sual versək ki, Pərvizlə duet necə alınıb, deyəcək əla. Onun da Pərvanənin də yaxını, əzizi bu xalqın nümayəndəsidir, bu kütlənin adamıdır. Bəli. Əgər bugün Pərvanənin də evindən mənim oxumağımı o ilə bəyənirlərsə, artıq stop, heç sən demək olmaz. Hər fikri, hər insanın fikri özü üçün düzdür. Yəni bugün Pərvanə ilə mənim duetimi bəyənən adam, Türkanla duetimi bəyənən adam bir-birini olar, mən üz-üzə qoymaram. Sən buna qulaq as, səni də çox istəyirəm, sən buna qulaq as yenə. Eynən pis və yaxşı insan anlayışı kimi. Hanım deyirlər, falan kəs pis insandır, yox, yanlış fikirdir. O kimin üçünsə yaxşıdır. Və yaxud da ki, yaxşı insan. Deyirlər ki, Kazım yaxşı insandır. Axı mən əminəm ki, mən kimin üçünsən, bəlkə də pissən. Yəni bu da onun kimi bir şeydir. Bu yaxşı pisin məsələsi Kazım, bir şey deyim. Allah insana yaxşının pisin nə olduğunu deyir. Kim olduğunu demir. Sənin borcun yaxşının pisin nə olduğunu bilməkdir. Suallar ayrı. Bir var nə sualına cavab versin, bir var kim sualına cavab. Yaxşının pisin kim olduğunu bilən bilir. Amma nə olduğunu səninlə mən bilməliyik. Biz bilməliyik falan şey yaxşıdır, falan şey pisdir. Amma kim yaxşıdır, kim pisdir o mənlikdir. Mənə gəlir ki, biz Pərvizlə hörmətli tamaşaçılarımız, hətta musiqi dinləmədən də saatlarla söhbət edə bilərik. Pərvanə o qədər dərin düşüncəli şairdir də, nəticədə başqa cür ola bilməz. Çox maraqlı həm söhbətsən. Mən meyxana deyəndə əgər tamaşaçı mənə baxırsa, avtomatik düşünmək lazımdır ki, mən bu söhbəti şeirlə sənə beynimdə 3 saniyəyə, 5 saniyəyə düzüb boşub deyirəm, sənə maraq cəlb edirəm. Amma gəl şeirsiz oturaq söhbət eləyək, ondan da qəşəng söhbətlər eləyəcəm sənə. Bu söhbəti də mən eləyirəm, o meyxananı da mən deyirəm, şeiri də mən yazıram, musiqini də hamı mənə, özümə. Pərvanə, Pərviz Bülbülə ilə çalışmaq necədir? Çətindir? Yox, əksinə çox asandır. Zapislərdə falan elə motivasiya verir ki adama. Yəni elə momentlər olur da təbii ki. Yəqin aprelin birinə görə yalan deyirsən. Yox, vallahi yox. Zarafat edirəm hə. Yəni insanlıqda səsdir də olur, işləyir, işləm, nastroyeniyadan çox şey asılıdır. Gəlir, oxuyacaqsan, sən oxuya bilirsən, oxu. Necə mənə motivasiya verir, onun istədiyindən də yaxşı oxuram. Mənə verir. Mən razıyam səndən. Bax, bayaq
rəqslərdə qoşuldu rəqs qrupuna. Yəni o səhnədə duet ortağının sənə həmkarın olaraq enerji verməsi də çox önəmlidir. Yəni duet bu zaman daha yaxşı alınır deyə. Mən əminəm ki, səhnədə də Pərviz çox yaxşı həmkardır, çox yaxşı duet ortağıdır. Amma bu günə kimi yaxşı mahnılar olsa da, bu günə kimi bayaq sual verdim sizə, sizin fotosessiyanız bərabər olmayıb. Bərabər bir fotosessiya Ümumiyyətlə mənim etdirməmisiniz. fotosessiyam olmayıb heç kəsdən eləncə bir. Bizim gözəl studiyamız var. Bu studiya sənin qulluğundadır. Çox Nə sağ vaxt olun. istəsən, Allah sizdən gəl razı sənin üçün qəşəng qalsın. fotolar çəkək. Var olun. Mən nəyə görə bu sualı verdim? Diqqət ekranlara yenə də süni intellektə müraciət elədim. Hal-hazırda dəbdə o deyə, yəni mən günün tələbinə uyğun olaraq yəni surətləri hazırlamışam. Bəlkə 5 il bundan qabaq qonağım olsaydım başqa surətlər hazırlayardım. Süni intellekt Pərvanə və Pərviz Bülbülə fotosessiyasını hazırlayıb. O proqramlardan deyir, hərdən Instagramda çıxır adamın qabağına ya. İndi bilmirəm sən hansını deyirsən də. Yəni onlardan çoxdur. Bilmirəm sən hansını deyirsən. Diqqət ekranlara Pərvanə və Pərviz Bülbülə fotosessiyası. Yazıdır. Oo. Belə Pərviz. Ümumiyyətlə mən səni belə geyimdə görməmişəm, sport. Axşam geyinim çıxaq şəhər. Axşam geyinəyə bu cür çıxaq şəhər. Növbəti şəklimizə baxaq. Gedək. Bax bunu mən çox bəyəndim. Özüm hazırlayarkən. Əla. Çox maraqlıdır da. Yəni Əla. mən sizə deyim, biz indi belə süni intellektə biraz belə ciddi baxmırıq. Bu gün əksər müğənnilər, dünya ulduzları süni intellektlə klip çəkirlər. Aygün Kazımova, Faiq Ağayev, son klipləri hamısı süni intellektdir. Yəni növbəti şəklimizə baxaq. Pərviz hara bax. Pərviz, bax mən elə deyirəm. Bu tərəfə baxıram, orada əl görürəm. Fotosessiyadır. Mənim əlim dördə, mən ancaq buradan ibarət. Hə, sağ ol. Növbəti şəklimizə baxaq. Bu nədir, qara günə qoymusan bizi? Maraqlıdır. Yox, burada belə görünür. Yaxşıdır. Burada belə görünür monitora görə. Növbəti şəklimizə baxaq. Çıxart da vadalaskanı əynimizdən, pişdik öldü istidən. Üzü yaya gedirik. Başqa şəklimiz də var. Də çıxartdım. Açdıq köynəyin yaxasını. Sən vadalaskanı. Pərvanə səsin gəlmir. Qəşəngdir ona görə. Hə? Bəyəndim. Məncə də qəşəngdir. Yaxşıdır. Baxaq. Yox, bu şey qəşəng. Çox açıq-saçıqdır Pərvanə. Yaxşı da yaya gedirik də, yəni. Bu qədər. Əladır. Bundan sonra bəlkə bu uğurlu fotosessiyadan sonra bəlkə real fotosessiya etdirməyi İndi bunlar düşünürsünüz. bizə verəcək şəkilləri. Verirəm, O qurbandır. toydakı kimi yaxınlaşırlar ramkada. Birini 3 manatdan 5 manatdan. Bizdə də endirimdən sizə eləyərik. Ad günü endirimi eləyərik. Yəni Pərviz Bülbülədən yaxşı bir mahnı işləyək, yoxsa dueti Duet dinləyək. oxuyaq. Dueti dinləyək. Sevgili Böyük şairdən məmnuniyyətlə. duet oxuyaq. Mənim mega talantlı qonağım Pərviz Bülbülə. Bir daha xoş gəldin. Çox sağ ol bir daha. Pərvanə çox sağ ol əzizim sənə də. Efirimizə Çox yeni təşəkkür qoşulan edirəm. tamaşaçıları da salamlayırıq bir daha. Bir zamanlar meyxana dəbdə idi və hətta televiziya verilişləri bayaq da sən adını çəkdin, de gəlsin. Amma sonra sanki elə bil meyxananı musiqili meyxana kimi təqdim etməyə başladılar və bu mövzuda Namiq Qaraçurlu demək olar ki, yəni bu yolu açdı, yəni cığırı açdı ki, yəni meyxanadan tamamilə ayrıldı və musiqili meyxanaya keçdi. Sanki o meyxananı necə deyim, toy səhnəsində, məclislərdə oxumaq mümkün olmayacaq deyə və daha başqa mərtəbələrə gətirib çıxartmaq üçün musiqili meyxana kimi təqdim elədilər. Nə düşünürsən bu barədə? Ümumiyyətlə fikirlərimlə razısan? Meyxana musiqili meyxana da janr olaraq meydanda musiqili meyxana var. O da yenə baxır tamaşaçının istəyinə günün bugünkü günü də baxmayaraq ki, illərdir indi keçib üstündən musiqili meyxanada nə vaxt dəbdə olmağına baxmayaraq bu gün də elə bir qafiyə istəyirlər. Mən görürəm elə bir meyxana, elə bir stilli meyxana istəyirlər ki, adamın yadına o 93-cü, 95-ci illərin meyxanası düşür. Yəni elə meyxanalar da olur. Dövrdən çox şey asılıdır da. Yəni Dövrdən, hə. Valla dövrdən asılıdır. İndiki uşaqlar, indiki meyxanaya baxan gənc nəsil biraz bu Apple Galaxy dövrüdür. Biz video kasetlə gəlirdik. Çox fərqlidir. Yəni niyə görə biz bir tərəfli gəlin yanaşmayaq. Sənətin üzdən sənət görsənirik, oxumaq, demək, oynamaq. İçində o qədər psixoloji durumlar var ki, onun dövrlə, zamanı ilə bağlı, müştəri ilə bağlı, tamaşaçı ilə bağlı. Tamaşaçı bəzən tamaşaçı səni bəyənmir, tamaşaçı da deyə bilmirsən ki, valla sən elədin məni belə. Onu deyə bilmirsən ki. Düz deyirəm. Məni bu yerə düz danışırsan. Sən məni bu yerə gətirdin, indi bəyənmirsən. O vaxt
nə demişlər? Tək bu estrada olsun, xanəndəlik olsun, aktyorluq olsun, bu egoistlik deyilən bir şey var. Bu bütün sahələrdə var. Amma o yaxşı olanda, o necə deyirlər, yaxşı olur. Yəni sağlam rəqabət olanda. Məsələn, o vaxt Namiq Qaraçuxurlu meyxananı müəyyən kütləyə sevdirəndə, məsəl üçün o xanımlar daha çox başladılar meyxanaya baxmağa, o kütləni meyxanaya gətirmək özü bir istedad tələb eləyirdi. Vüqar yaxşı söz demişdi, Əbdülov Vüqar, o da salamlayıram hər ikisinə şairlərim. Buradan çox zəhmət çəkiblər onlar da bu günün bugününə qədər. Bəzi adamlar məsəl üçün Namiqi bəyənməyəndə ki, bütün hara gedirsən Namiqdir, hara baxsan Namiq Qaraçuxurludur. Vüqar deyir ki, bunun bizə bir ziyanı yoxdur da. Namiq bir gündə 5 dənə toya gedə bilməyəcək. İkisinə o çatdıranda üçünə də bizi çağıracaqlar. Yəni biraz gözəl yanaşırsan, görürsən ki, heç kimə qarşı nə paxıllıq eləmək lazımdır, nə egoistlik eləmək lazımdır. Buna görə bir də mən həmişə dediyim kimi deyirəm, mən dünyaya gəlməmişəm, meyxananı ucaldım. Mən dünyaya gəlmişəm, öz adımı sanımı ucaldım, meyxananı da qoymuşam üstümə, haracan qalxdı mənlə qalxdı. Mən onu qaldırsam altda qalacağam, aşağıda qalacağam. Özüm nə qədər yuxarı qalxsam, yanımda aparsam onu mənlə, yəni bu qədər. Pərvanə danış. Yəni belə sakit dayanmısan. Pərvanə həmişə belədir, belə sakit. Yəni mənə gəlir ki, danışmaq. Mən biraz məni qınama Pərvanə, biraz danışan adamam. Mən sözlə uşaq saxlayan adamam. Mən danışmaqla uşaq saxlayan adamam. Yəni başa dönürsən. Gözüm yol çəkir. Bütün günü sözlə nə çəkir? Gözüm yol çəkir deyir. Haçana qutararsınız təqribən elə bunu. Mən nəyə görə meyxana söhbətinə toxundum və öz Pərviz qafiyədən söhbət açdı. Gəlin indi ekranlara baxaq, diqqət ekranlara. Pərviz biblər üçün 3 qafiyə hazırlamışıq. Sənin elə özün haqqında. Özün haqqında. Diqqət ekranlara. İlk qafiyəmiz gəlsin. Düşməni çox olsa da qorxusu yoxdur. Sözləri elə kəsər, qılıncdır, oxdur. Bundan məndə çoxdur. Başqa qafiyə yoxdur. Bir qafiyə idi də. Bu qafiyədir. Nə bilim indi yəni biz bunu belə bir yazdılar mənim üçün. Mən xahiş elədim, yazdılar. Düşməni çox olsa da burada yandırıblar bəhri, sındırıblar vəzni. Bu axırı şair. Yəni sən bu yəni mən əslində mən deyə bilərəm də bu qafiyə mənə həsr olunub ki, düşməni çox olsa da qorxusu yoxdur. Sözləri elə kəsər, qılıncdır, oxdur, amma maraqlı sözlərdir. Oxdur, bəli. Maraqlı sözlər. Amma o sözlər kəsmə, ona əlvi vurmayınca kəsməz yəni. Növbəti sözə baxaq, növbəti qafiyəyə baxaq. Meyxanada uduzmaz, sözü bəllidir. Pərviz harda görünsə, orada 50-dir. Bu 50-dir nə deməkdir? Yəni orada 50-dir. 50-50-yə deyir bəlkə. 50-dir ya bu 50-dir. Pərviz harda görünsə, orada 50-dir. 50-50 deyir yəni, 100%. Nə deyir Pərvanə? Orada 50-dir. Taksi pulu zat da daxildir ora. Növbəti və sonuncu. Taksi pulu daxil olsa 70-dir orada. Söz deyir alov kimi, yanır köz kimi, Pərvizin meyxanası gedir düz kimi. Hələ bu qafiyəni yazmısan Pərviz kimi. Sağ ol. Təşəkkür edirik bunu yazan insana da, adını söyləməmi istəmədi. Tamam, mən də söyləmədim. Mən də deməzdim adımı o yazdı. Niyə? Bu axşam mənim özümüz tanış olsaq da, yəni məclislərdə, konsertlərdə görüşsəydik, amma ilk dəfə qonağım idi. Mən bilirəm ki, bundan sonra biz çox tez-tez görüşəcəyik. Çünki Pərvizin söhbətlərinə doyum olmadı bugün. Pərviz, bir daha ad günü mübarək olsun. Çox sağ olun. Təbrik edirəm. Əzizim, Pərvanə çox sağ ol. Bu axşam bizimlə idin. Təşəkkür edirəm. Dəvətə görə çox sağ olun. İnşallah tez-tez görüşərik. İnşallah, mütləq görüşəcəyik yenə də. Varmı başqa əlavə deyəcəyim, Pərviz? Mən deyəcəyim, paylaşmaq istədiyin? təşəkkür eləmək istəyirəm ki, yəni bu ad günümdə bu göstərdiyiniz sayğıya görə, bu diqqətə görə layiqsən, hər birinizə təşəkkür edirəm. Burada görünməyən var, işin görünməyən tərəfləri var, dostlar var. Kulis. Kamera arxasında olan da hamınıza təşəkkür edirəm. Siz də əziyyət çəkirsiniz. Çox sağ olun. Mən təşəkkür edirəm. Sonda bir gün, eləmi? Bəli. Bir gün dueti ilə sağollaşacağıq sizinlə. Bir gündə gələrik inşallah. Bir gün mütləq yenə tezliklə görüşəcəyik. Bu qədər verilişimiz bu dəqiqələrdə Özəl Medianın YouTube səhifəsində 4K keyfiyyətdə yayımlanmaqdadır. Daxil olub baxa bilərsiniz. Bilirəm ki, Pərviz hardadırsa, orada yüksək baxış sayı var, orada reytinq var, orada gündəm var. Bilirəm ki, bu buraxılışımız da çox maraqlı alındı. Daxil olun, baxın, şərhlərinizi mütləq bildirin. Gecəniz xeyrə qalsın. Yenidən görüşmək ümidi ilə hələlik.
Ona ellerimi sərf etmişəm. Mən özümü aldatmışam. Niye mən özümü məhv etmişəm? Gözlerine bağlanmışam, ona aldanmışam. Səhv etmişim onu her defa biz gördükten ben. Ne için neden etmişim? Bir gün qınayanlar məni anlar, eğlenanlar. Niye kalbim belə qəmli, niye qəmgin, niye üzgün? Bir gün kınayanlar beni anlar. Nedir derdim, niye kalbim böyle gemgin, niye kalbim ona küskün? Günlerimi, aylarımı, ona ellerimi sərf etmişəm. Mən özümü aldatmışam. Niye mən özümü məhv etmişəm? Gözlerine bağlanmışam, ona aldanmışam. Səhv etmişim onu her defa biz gördükten ben. Ne için neden etmişim? Bir gün qınayanlar məni anlar, eğlenanlar. Niye kalbim belə qəmli, niye qəmgin, niye üzgün? Bir gün kınayanlar beni anlar. Nedir derdim, niye kalbim böyle gemgin, niye kalbim ona küskün? Bir gün qınayanlar məni anlar, eğlenanlar. Niye kalbim belə qəmli, niye qəmgin, niye üzgün? Bir gün kınayanlar beni anlar. Nedir derdim, niye kalbim böyle gemgin, niye kalbim ona küskün? Bir gün Özel.